Bu yaşadığımız şəhər kamilen bir daha betonu zindandır. Onunla apartmanlarımız, xiyabanlarımız, küçələrimiz, hamısı baxsaz mürəbbədir, müstətildir. Kullan ruhu yoktur. Yani günün ışığı, hemen o nuru xurşid zorla girir o məhəlliyə, evin içine. Hava dəyişilmiş. Küçənin içində, xiyaban içində, evin içində gərdeşə o cəryan yoktur. Hava girib çıxmır. Eyni zindanadır. Bir azıq qılı fəqət baca açıqdır. Ki bu bahis olur biz hər gün əfsürdətər olaq. Hər gün daralaq, hər gün dibə gedək. Kullan irtifa azaldırıq ruhu ləzdən. Xob, xod təhqiqat rəvanşinasda deyirlər ki o mühitin ki nuru yoxdur, təhliyəsi yoxdur, təbii nuru yoxdur. O bu bahis olur ki stres hormonu bizdə çoxalsın və serotonin ki həmən şahidi olur, o azalır. Bahis olur biz əfsürdətər olaq. Bəli bu bir daha təsadüf deyil. Bunlar hamısı plan tökülübdür ki bu cür olsun. Saxtamanlar bu cür mürəbbə, hamısı gök-götə, ya müstətildir ya mürəbbədir. Üstən şəhəri görübsüz nəzirdə. Kullan betonu, bir ruh, enerjimiz dipdən sorulur. Bu bino həmən matriksi şəhərnəşinidir ki istəmirlər bizim enerjimiz o piçində olsun. O yuxarı həddə olsun enerjimiz hər gün. İstəmirlər xəllaq olaq, istəmirlər bir taza bizə diyar aldaq. Ona görə bu cür möhrə olmuşuq bu mürəbbə müstətillərin içində. Betonu sazələrin içində bir dənə möhrə olmuşuq. Vaxtı deyirik, təbii ışıq olmayanda əfsürdəci tuturuq. Təbii nur yanı, o günün ışığı yanı zindicanlıq. Mənası budur. Vaxtı nur gəlmir, bizim məğzimiz elə bir daha kompüterdir və ona bəlgi gəlməsə də işləmir. Elmi azmayişlər də bunu nişan veribdir ki, müstəqim ışıq, günün ışığı. Bahis olur bizdə vitamin D tərəşşi olsun, tolda olsun. Ki bu bizim rəvani enerjimizi də boost eləyir. Bəli, gətiriblər bizim evlərə pəncərələrimiz tiçilib, pəncərələrimiz docidarı olubdur, hər zat kip olubdur, ya betondur ya docidarədir, nə nur gəlir içəri, nə də hətta kafi hava gəlir ki biz bunun içində yaşayırıq. Bəli, bərəqsi, fərz elə məsələn Cəngəldə kolbənzam vardı, nur müstəqim vurur, hava azaddır, rəhlər bəşşaşdır. Hər zat o təxtənin hətta o qəhvəyi rəngi çox gözəldir, o tərəflərin rəngi gözəldir və məğz başlayıb fəal olur, qəlbimiz temposu rahat, o vurulur, o betonu yerdə dəriqdir. Bu və noy ruhumuz azadtərdir təbiətdə. Bu uşaqlıqdan eşidibsiz. Ona görə hamı qaçır təbiət tərəf. Onun müqabilində bəli apartmanlar betonudur, soyuqdur, o xakistəridir. Kullan ölüdür, enerjisi də sifridir. Bu işlətdiyi məsalihlər bu apartmanlarda, bu mürəbbəyi müstətili zindanlarda, betonu zindanlarda. O dedim, bütün ruhsuzdur. Betonun içində də kalsiyum var, silikat var. Ondan sonra simanın pudrin tərkibatıdır. Ki bunlar yonhay müsbəti fəzada təbdil eləyirik yonhay mənfiyə. Enerji kullan təbdil eləyirik mənfiyə. Çoxlu təhqiqat elmində də oxumuşam ki, bu cür betonu məkanlar, mühitlər ki kullan dəmirlə betondandır, poladdandır. Ələnən o zindicanlının enerjisini qəşəh yendirir, qəşəh stresə soxurur. Özünüz də təcrübə edibsiniz bunlar çoxlu yerlərdə. Bir təbiəti fikirləş, təbiəti var, torpaqdır, ağacdır, təbii daşlar var, rəhbərək daşlar vardır. Enerjisi çox yuxarıdır. Adam enerji müsbəti rahat ala bilir. Bəli, yenə də flashback verirəm ki, mən deyə zindandayıq. Bizi gətirib bir seydə betonu zindanın içinə soxurlar. Daha rızan gedəcək. Xuda rəvanşinasiyə rəngidə eşitibsiz ki, təbii rəhlər səbzdir, qəhvəyidir, abidir, ki bunlar təbiətdə çoxdur. Adamın əsabın, o deyələ stresini yendirir və aramışa çatır. Bəli, şəhərsazı modelində nəzirdir. Hər zat ya gərədir, ya ağdır, ya xakistəridir. Rəngi bizə düşsə də bir saxtaman yoxdur bu. Yəni əgər ağaçların səbziliyi də olmasaydı, maşınlar ya ağdır, disiz bəs təsiri yoxdur. Saxtamanlar hamısı da ölü rəngidir bu. Ölü rəngidir. O belə saxtamana, o belə bir dənə borcu tikirlər, o belə həzinə qoyurlar. Bir dənə bunu niyə rəng eləyən bilmir. Disiz bəs ayrı dəlil gətsələr, xod mən inanacağam. Amma məsələn, şəhərsazının didi bəsəri filan cürlər, həzinəsi bu cürdür, bu gərək ildən ilə əmrəh vurasan filan behman. Biz də işləyik da. Yəni o təbii rənglərdir ki, təbiətdə bizim ruhumuz bir noy təğziyə olur onlardan. Bəli, çıx bir daha o deyirlər eşiyə, bax bir ətrafa bax, heç zət demirəm. Bax maşınlara, bax saxtamanlara. Heç zət demirəm. Elə bir cürdə böyüdüblər ki, ha vaxt gəlsən filan rəngə tərəf, qırmızı tərəf, sarıya tərəf, bir daha xoş rəngə tərəf, deyiblər ağır səncin ol, gələcək.
Mətin rəhci. O mətinlə elə bizi. Sonra deyirlər niyə darsan? Niyə kipsən? Niyə ruhun yoxdur? Niyə enerjin yox? Niyə xoşhal deyilsən? Uşaqlıqdan mən gərədən xaçistəridən sonra mən bir ayrı rəh görməmişəm ki. Siz görübsüz heç, mən görməmişəm. Mənə tay minlər nəfər özür adam vardı bu şəhərdə. Və məğzimiz, gözümüz, ruhumuz bu cür rəhləri görüb böyüyübdü. Nə intizarımız vardı? Məsələn, bilmirəm indi 16 milyon dana teyfi rəngi vardı, 16 milyardır. Hər nə mənədir. Əslində 20 danadır bu. Mənim savadım yox, mən deyirəm 20 danadır. Niyə mən gərək o 20 danadan uşaqlıqdan qıracam? Fəqət ikisi ilə, üçü ilə kullən sərkarım olur. Fəqət gözüm ola görə. Ya məsələn, payızda görsən, yapraqlar məsələn sarıdır, qəşəng narencidir. Bu bahis olur bunların nur dəyəndə, nurun o şoğu münəkiz olur, o deyirlər gəlir məğzimizi təhrik eləyir və qəşəng bir enerji verir. Bəli gəlib baxırıq, bu tayda kullən şişələr docdara, hər yer betonu, xakistəri. Kullən gərə, nuru baztab vermirlər və zindicanlıq əlayimi orada görsənmir. İndi məsələn gətiblər o cür hər yer xərcizləyiblər, biz o cür deyək, hər yer bəstə tutublar bizə, zindan içində bir şeydə bizi soxublar betonu zindana. Xoş, biz də nəticə izafə bərq işlədirik. Çoxlu vəsaitlər işlədirik ki, kulerindən tut, buxarısından tut, yaxçəl filan. Bərqi izafətər bahis olur məsrif eləyək, bu xəfələmək. İzafətər pul xərcləyirik bu üstəkilərə. Onlar da həmin bizim pullarla bu zindanı, bu betonu zindanı təqviyyət edirlər. Hər gün təqviyyət edirlər və günbə-gün çoxalır. Yaşadığın şəhərdə neçə dənə rəngi saxtaman vardı? Hamı indi mən gərək bu təbəqatı ayırmayım. Mən gərək o silsilə məratib yaratmayım. Bəli, gör nə qədər NPC vardı. Daxili parantez gör nə qədər durası qoyun vardı ki, kim nə mənə işləyir, o da onu işləyir. Yəni xəllaqiyyət sifr. Yəni mənfisət, xəllaqiyyət adında bir izzət yoxdur. Ya tərəf göt boşluğundan istəmir eləyə, ya mühəndis içindən pul yeri, ya şəhərdari gir veri. Min cürə əvamil vardı və bunlar heç biri təsadüfi deyil. O evlər iki ozub qaranlıqdır, kullən bəstədir. Onların 30% enerjiləri, amarını çıxartmışam, 30% enerjiləri ki məsrəf edirlər. O birisi evlərə görə çox tərdir. Yəni o pulu səndən çıxır bax, sözümü bura yetirəm, o pul səndən çıxır. Təbii enerji bizdən alıblar. O gün ilk orada vardı, onu bizdən alıblar. Gətiblə eləydidir, mən fluorescentdir, poxdur, məhdabıdır. Məsnui nurları ki ruhu yoxdur, ola basıblar bizə. Gətiriblər xiyabanlarımızda asfalt eləyiblər və mühiti kontrol edirlər. Nə cür? Bu tüsə xiyabandakı asfaltları görürsünüz. Ələnən toprağı bizim əlimizdən alıblar. O təbii torpaq ki onda yeyib içməyimiz orada əkirik ondan çıxır. Bizi torpaqdan ayırıblar. Təhqiqat elmi də bunu buyurur ki, vaxtı insan torpaqdan uzaq düşür, o hissi ittisal, o earthing vardı həmən, taza dəb olubdur, zatda qollar, instada qollar. Sən yerə vəsl olanmırsan, sən enerji, o deyələ zindəgin yenir bax, kullən down olursan. Yel əsmir, oksijen yoxdur, kullən xəfədəsən. Bir daha sahada çıxanda Cəngəldə piyadə rəviyə, o hara, şəhərdəki sən piyadə rəvin hara. Çıxsan Cəngələ qəşəng enerji var, nur təbiidir, hava dolanır, o yeli ehsas edirsən bədənində. Əl gəlsən girirsən öz dilimiz Matrix şəhriyə, hər zət təpəçöyrü olur. Ya enerji həyatı adında bir zət yoxdur şəhərdə. Hər zət məsnuidir. Kim gülür üzvə məsnuidir. Kim məhəbbət eləyir məsnuidir. O nur iç görürsən məsnuidir. Hər zət keçibdi məsnui üstünə. Qədim yadıma gəlir. Oradan ki zehnimdədir evlər. Məsələn yaşadığım şəhərdə şayət bir 5 təbəqə, 10 təbəqə çox çətin tapılı idi. Əslən sən qoy 20 təbəqə, 50 təbəqə bir dənə 2 dənə idi. Yəni hardan dursaydın o görərdin. Yəni baxış açın sənin açıq idi. Şəhrin o deyirlər, o deyil axırını görürdün. Nə oldu dedilər? Keçəcək modernitəyə, sıçdılar şəhrin içinə. Bizi hər nə inədi bu modernitə götürürdü. Modern olmaq, bu kilas qoymaq, bunlar bizi götürürdü. Gətdilər göt apartman tikdilər. 5 təbəqə, 10 təbəqə, 20 təbəqə. Bir daha nəzər çıxartdılar ki, onlar ki borcuda oturur, onlar ki yuxarı təbəqatda oturur. Onlar məsələn kilaslı tərdi, onlar izafə pərdaxt ediblər, onlar tox ediblər, püsür ediblər. Öyrətdilər ki, apartmanın eşiyində oturun, öyrəşin, xəfələnin, məbadə səssiz gedə bəğəl həmzayyə pis zat. Ya da özün gətdin, mən soxdun göt təbəqə, hamıyı soxdun üst-üstə da. Mən bir təbəqədə yaşaydım da. Bunlar camiə şəhərdə böyük bir daha tələdir, hamısı yalandır. Bunlar bahis olubdur ki, həmən o təbəqatı ictimai ayrılsın, dava çoxalsın. Hər nə qədər tərakum, bir şəz hətta çoxalsa, o belə stres çoxalar, riqabət çoxalar. Daxili parantez, kamilən müxalifəm riqabət və müqayisəni. Riqabət və müqayisənin kamilən və əvaxir çox müxalifəm. Çoxlu dəlailim də var, çoxlu dəlailim də var. Qeydaq dedik tərakumu bir şəz hətta bu apartmanın eşiyində bahis olub ki, stres çoxalsın, riqabət çoxalsın.
Bir daha da hiss edən budur, ictimai əl veribdir ki, filanı o təbəqədə mən bu təbəqədəyim. Filanı bizzət yeyir, mən yeyəmirəm. Bunlar hamısı bir-birinə vabastədir. Deyirsən bəs ki, vabastədir, onda bağda deyilsən. Gətiriblər bu indiki apartman veriblər, 10 təbəqə, 5 təbəqə. Əksərən indi hamı gənalir, daralır ki, apartmanda otururam, filan iş görürəm, behman iş görürəm. Hamı göt-götə üst-üstə yığıblar, deyiblər xəfələn həmsayəyə səs getməsin, divarlar nazik, beton, ruh yoxdur, enerji rəddi bədəl olmur, yəni beton əmir. Şüşələr docdarə, səsin getməsin, işə gəlməsin. Baba niyə gətib soxdun mənə göt-götə ki, mən səsim çıxmaya. Gətiblər o cür apartmanlara, görürsən 10 dana, 20 dana vahiddir. Altına bir daha parkingi veriblər. Bax xəllaqiyyətə. Parkingi gətirib veriblər, apartman ya bu əvvəlinə də yerə. Əvvəlin, bu deyim. Sən yerdən diskonekt olubsan. O da o topraqdan, üstünə də hələ gətib beton, asfalt töküblər. Sən ondan diskonekt olubsan, ya təbəqələr əvvəl parkingidən başlayır, sonra geçdi. Əksərən o cürdür. Xoş, olar ki, sənə mənə də bərdədə evlər o cürdür. Xoş o adamın hallarından ki, o deyirlər evlər bir təbəqə qalıb elə. Xoş, əvvələn sənə yerdən diskonekt eləyiblər. Yerdən ki, diskonekt eləyiblər, ona hələ inanırsan yerin enerjisindən sənə faydası var, yoxdur, o biçinir. O qalıb özüvə. İndi bir daha zıqqıla zilzilə gəlir, sənin darayın məsələn biri maşındır da, o götdədir. Sən o darayın götdədir, maşın əzildi getdi, özün də götdəsən. Nə hətta üst-üstə yığırlar, o geyimləri görsən, nə qədər üst-üstə yığırlar. Nə hətta gecsə üstə bir rahat aşacaq da, zıqqıla bir daha zərbiyə bətdi. Bir təbəqə götünmə gəşir da. Zilzilə gəlsin, o deyirlər usulü saxta-sazı olsun, görmə nəzir aşır. Onun içindən məsalih yeyilməsin, görmə nəzir aşır. Məsələn 10 riştə gəlir. Hara gələcək? Zilziləyə də özləri gətirirlər də. Bu partida antinatalizmə görə həman fərzənd setizə. Şimdi niyə belə biz zorlu ilə uşaq dünyaya gəldi. Buna görə burada deyirəm 200-300-dən ona video işləyəcəm. O beçənər. İndi bu apartmanın eşiyində hamı yığıblar göt-götə. Bir daha da hələ zadı o vələdə təşviq eləyirlər. Ələndən az qalırlar, bəni vuralar ki, mən ölüm. Sənə nə faydası var? Bu hamı bilir də rutin bir izaddır. Vəli hamı niyə başınız oxub qara? Əgər mən uşaq dünyaya gətirəcəm, gədə sənə nə? Gətirmirəm. Qatiləm bəyə. Bəyə uşaqdan mən icazə ala bilirəm ki, hələ bir şeydə gətirəm. Onun rizayəti yoxdur ki. Gətirəm bu pox yaşayışa. Bu məhdudiyyəti fəza ki, gəlib apartmanlara, bir tərəfdən də hələ deyirlər, tez-tez zadı vəlad eləyin, zadı vəlad eləyin, doğun. O uşaqlar da tüsəbəzədə oynayanmır. Deyirlər şuluqluq eləmə. Apartmandır, abrımız gedər, poxumuz gedər. Obda sən ki, gətib fəzanı məhdud və məsnu eləyibsən, uşağın götə gedir, müşkül sənsən, dədə, nənə. Sabah uşağın görürsən sistem əsəbisi də bir-birinə, 2-yi 4 oxuyur, 4-ü 14 oxuyur. Bil ki, bunlar istirabi mühitdəndir ki, heç kəs fikir vermir. Uşaq niyə evdən özün cırırmaya apar parça-parça? Deyirsən, bəs fəqət o parçadan ötürü istəyir, soru-soradan ötürü istəyir. Uşaq şahid bilməyən, buranın çəmərini istəyir, toprağını istəyir, ağacını istəyir, açıq havasını istəyir, nə dildə desin biləcək. Niyə uşaq özün cırır mənə parç. Çünki uşaq enerjisi xalis olar, o dərk eləyir ki, o yaşadığı ev betonu zindandır. Bunlar kimə deyim mi? Sonraki gəldilər, deyirəm, bu borcular zat vırıldı, əvaxır neçə illərdə. Filan yer vırıb biz dalı qalmayaq, hamıya götürüb. Bunlar hamısı yazılıbdır. Bəzi adamlar, bəzi mövcudlar, bəzi hər kim yazıbdır. Anobəylə kulli şəhərlərdə icra olacaqdır. Apartmanın işini hamıya adət verəcəksiniz. Onlar da ki, yetirənmir, özün götün cırıb, bizə sud verənmir, gəlib apartman alanmır. Gəlir baisi, icadı, təbəqatı ictimai olur. Ki, bu dava gətirir, hissi kəmbud gətirir. Bu hissi kəmbudu əslən dəsti kəm tutmayın. Özü zindicanınızda, familiyinizdə, öz tayfazın içində görübsünüz nə və nədir. Ki, bu Matrix şəhəri apartmanın eşiyini müqayisə və rəqabəti yaralıbdır. Hamı bir-birinin enerjisini yeyir, hamı bir-birinin səyliyi götə verə və vaqeyi azadlıq hamının yadından çıxıbdır. Bəs indi bu video qutuldu, indi işlə baxsan, evdə baxsan, iş üstündə baxsan. Buradan bir pəncərədən çıxdın eşiyə, betonlar gördün, docdarə şüşələr gördün. Bil ki, bunlar təsadüfi deyil, hamımızın nəqşəsi var ki, kontrol rahat ola, enerji sormaq, enerji əmmaq rahat ola. Ona görə hamımı düşübdür kullən ənasuri təbiidən. O evinə güldən qoyunam, təbii ağac gətirir, mənim moblum filan ağaçdandır, mənim mis qəzaxorum filandandır, filan tablom ağaçdandır. Əgər sən təbiətə belə vabistəydin, poxuydun qaçırdın. Əgər açıq rəhlər söydün, indi niyə utanırsan, öz içində qərənliğa boğulsan özünü? Bəs bilin harda yaşayırsınız? Niyə yaşayırsınız, nə cür yaşayırsınız?